Herkese salamlar. Dostlar, Car Simulator'a bugün yenə davam edirik. Biliyorsunuz, yəni Car Simulator'a yaxınlarda yeni bir dənə güncəlləmə gəlməli olacaq. Nə zaman gələr onu bilmirik. Yəni mən əsas mövzuya gəlim, bugün yeni bir dənə maşın alasıyam. Elə bir yeni maşın, ta ki köhnə şəhərdədir. Yəni 100 taslağı, 100 taslağı anası bir dənə maşınımız var təzə. Yəni 100 taslağa mənə qədər taslan var hal-hazırda. Bir dənə ilə oynaşsın. 131 dənə taslağımız var ya Allah. 131 dənə taslağım var. Yəni 131 dənə taslaq nədir ki? Hər dəfə bir dənə iş üçün, həm dəfə bir dənə qayda üçün biz bu oyuna giririk dəfələrcə. Bu maşın da çox gözəldir, yalnız aşırı dərəcədə gözəldir. Mən bir dənə işarə atım, yara Ford'dadır yeni aldığımız maşın. Aha, bax, iki dənəsi burada, 100 taslaq alınması. Mən buradan almaq istəyirəm. Şu Krypton deyilən Zekir qardaşı. Onu alacağım yenə. Yəni bu maşın da çox gözəl maşın idi. Biz aldığımız bu çox gözəl və yaxşı bir maşındır. Amma yığdırılmaq ehtiyacı var bu maşının da özünün şəxsən. Yəni yeri gələndə bu maşını da bir əl ataq, gəzdirək və yığdıraq. Ki qəşəng olsun. O Liatonu yığdırdım, bunu yığdırmadım amma. Yeri gələndə buna da bir dənə vaxt ayırarıq. Və bunu da yığdırarıq bir günlər. Və indi biz bir dənə yeni maşını Zekir almağa gələk. Bir dəfə almışdım. Hər şey getdi əlbəttə ki. Yəni heç getməsəydi alırdıq onu biz. Yəni yeni şəhər olanda da nə gözəl olur. Yəni yeni şəhər olanda çox gözəl olur yalnız. Baxın görürsünüz, güncəlləmələr gəlir sıx-sıx. Tamam, bu dəfə nə vaxt gələr yarar? Titan Land Cruiser. Normal Land Cruiser'dir sadəcə bu. Bundan nə tərəfsə olsa çıxar yəni hər şey. 89.000 pulum var. Çinlilərin maşınını alaq yenə, o Çinlilərin. Yəni bu qalerilərlə yanacağında niyə biraz donur yara oyun? Qətiyyən mən bu başa düşənmədim. Yəni buradan da bir çox maşına sahib olaram yaxında. Məsələn, bunun dalışığına baxın bir dənə. Bunun işıqları biraz yeni təzələndir. Ford Focus Fiesta'dır, nədir? Bu var bizdə. Bunu alasıyam bu gün. Başqa nə? Bu yox. Bu da bunun özü də şəxsən bizdə nə var, nə yox. Almışdım bunun hamısını almışdım mən bir görün. Bu maşın yəni yığdırsaq kim bilir nə tarır güclü gedəri. Ona baxın. Suzuki Camry idi, nə idi bu? Kamaldır ki bu. Yalnız 2 nəfər sahib olaq sadəcə. 2 nəfəri mindirə bilərik sadəcə. Məsəl. Dominator bu heç. Bu da heç. Bunun özü də 100 taslaqdır, amma bu maşının özünü yəni çox bəyənmirəm. 500.000 taslaq. Onda mən bu maşını alıram. Yenə testlərə baxırıq yenə. Baxırda qapıda. Bu da bagajı. Bagajı bu şəkildəymiş. Bahar hava qapıları düzəlməyibdi. Qapılara da yavaş açılır, görürsənmi? Yəni dəyişməyibdi qapılar. Yəni qapılarda dəyişənlik yoxdur. İçində də dəyişiklik yoxdur. Yəni eləsə mən maşını alıram. Yenə 100 taslaq verdik, getdi. Çinlilərin maşını gəldi.
Bax da, bax. Bu maşını yəni mən həmişə alıram. Sonra əlimdən geyir. İçərisində bənövşə işığı da getməyibdi. Yəni bənövşə işıq da qalıb da. Ulan bu həyatda nə dəyişir ki? Hələ də hər şey eyni vəziyyətdə. Sən görsən bununuz da eyni vəziyyətdədir. Bir dənə rəngini dəyişdirək, testlərə başlayaq bir dənə. Boz olsun bunun rəngi. Yəni bu atölyelərdən çıxıb da bir ardından reklamın gəlməsi məni çox əsəbləşdirir. Yəni o dəqiqədə reklamlar gəlib girir. Hoşlamam da, yəni mən dəqiq bir həmişə bir dəfə reklam gəlsin. Yəni ki sizlər də bəyənmirsiniz, amma nə qədər də reklam olar ki, reklam bir dəfə də. Abi şahlı çıxdı yaraq oyundan. Yəni çıxıb da mən şahlı uzaq görmürəm də. Yəni hər dəfəsində bir yeni il güncəlləməsi gəlir də, o ardından bir dənə qar da yağdır. Millət deyir ki, yeni il güncəlləməsi ya, amma qar yağmır. Yəni niyə? Niyə ki bu oyunda qar yağmır? Car parkingə, bəzi digər oyunlara qar yağsın görmək olur. Yəni o oyunlara qar yağır. Amma bu oyuna mən qətiyyən qar yağdığını görmədim. Yəni 4 ildir bu oyunu oynayıram, 4 ildir yəni. 4 ildir oynayıram, hələ mən bu oyunda qar yağıntısı görməmişəm. Yəni niyə qar yağmır? Dəfələrcə oynayırıq hə. Bir dənə olar yeni güncəlləməsinin ardından qar da yağdır da bu 200-dən gedir. 200-dən gedir bu maşın. 200. Ha bu fevralda güncəlləmə gəlməli idi ya bu fevralda. Daha ki fevralda çıxır, çox güncəlləmə gələcək hələ. Yeni bir dənə testə başlayırıq. O da fren testi. Yəni torb fren testi falan eləyəcək. O da yenə bir faydan eləyəcək. Mən bir də driftə baxacağam, bu maşının drifti nətərdir? Yəni dediyim kimi bir qar da gətirdə nə olar bu oyuna? Abi nə olar ya bir qar yağdır ya da nə vaxt istəyirsən olsun bir şəkildə bu oyuna qar yağdır yəni ha. Valla mən olan yerində olsaydım şəxsən istədiyim qədər də qar yağdırardım. Yəni nə problem? Allah haqqı. Gül kimi falan drift yığırdım da. Veyahut da bir yağış formülü, yəni bir yağış etkinliyi falan gəlsin, onlardan istəyirik. Qətiyyən onlardan gətirmə elə. Boş elə, nə bilim, bunlardan gətir, amma bu istənlərdən heç gətirmə. Drifti çox gözəldir yalnız ha. Yəni çox gözəl bir drifti var bunun.
Den burada mördəndə hoppan deyə bir də. Qəşəng gəlir ha. Yəni buradan da həmən bu işi bacara bildim. Dümdüz gedərdik da yenə. Ya sən oyun sən. Qəribə vərdişlər eləyirsən. Amma bu da yaxşıdır yəni. Mən nə deyirəm ki, bu da yaxşı. Bu zəkir ancaq bu kalsimiyatördə var, başqa oyunda yoxdur yoxsa? Yox. Cavabı görsən Şahtı Baba yenə gəldi. O da mən işləyirəm də Şahtı Baba hədiyyəsini. Bax istəmirəm sənə da o hədiyyəsini yeni illərdə polunu aldım da. Yəni yenə gəlir görsən Şahtı Baba bir dəqiqə bu oyunu buraxmadı. Bəlkə yeni güncəlləmədə buraxar, nə deyirsiniz? Aman da buraxsa da yaxşı. Yol o məsələ bitdi. Yəni arxadan niyə vurursan abi? Adam kimi yarışında. Olsa mən olsa siz oynayacağız ki. Sen mi bak? Bak dəlilik. Arxadan bir vururlar, eləyirlər. Bir dənə qavaqlı itdi gedir, buna bu oyunu yerə soxum. Bir dənə qavaqlı itdi gedir ha indi. Ya 200-dən ala biraz ama hızlı get də sən də. Mən bu maşınları anlayamıram. Qahaydan da bir dənə qavaqlı itdi gedir indi. O bir ucba getdi, qabaqda ala. Səndən çıxan oyuna. Bir də səndən çıxan maşına. Sən yavadan kimi yarışına. Daha kimi elə alınacağın kimi yarışmayın. Orada qabaqladılar. Biz o zaman daha kimi yarışmayın. Prost cavabıma vurmayın. Vurursanız mən də sürüşüb qalıram axı sonra da.
Yavaş-yavaş da qaş da qaralır. Eləcə də bu şəkildə gedirik yəni. Qışdıq. Ancaq axırıncı o testimizi də eləyək, o front tormuz testi. Onu da eləyək, daha sonra bitsin. Hadi hızlı gelir görsən, bir dəqiqə dayanmır. İstəsə də yendiş dayanamır ki. Hala çıktım. Of. Böyrü üstə dombalaq açdırdı bu oyun mənə. Gəlib hərəkətdə eləyirsən. Başlayaq mı? 200. Bizim bir şey Fransa'da 200'dan sonra eləyirlər. Sən bastıq indi. Orta deyək. Beləsinə dayandı. Orta. Yəni orta da dayandı belə. Baxın, yəni bu qədər. Yəni çox da gec dayanmadı. Beləcə də videomuzun da bu şəkildə də belə də sonu oldu. Burada gəlib saxlayaq. Bugünlük məndən bu qədər. İnşallah videonu sevdiniz. Sonraki videolarda görüşmək üzrə.